Bakı və İrəvan yeni imkan əldə edəcək, Paşinyan. Regional kommunikasiya o deməkdir ki, həm Ermənistan, həm də Azərbaycan daxili, ikitərəfli və beynəlxalq əlaqələr üçün bir-birinin ərazisindən istifadə etmək imkanı əldə edəcək və bu, ərazimizdən beynəlxalq tranzit üçün yeni bir marşrutun açılmasıdır. Axar Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Trump yolu layihəsi barədə deyib. Dünyanın hazırda təchizat zənciri böhranı yaşadığını nəzərə alsaq, bu, həm beynəlxalq ticarət, həm də regionumuz üçün həqiqətən də fərq yarada bilər. Fars körfəzindən, Oman körfəzindən Qara dənizə qədər kommunikasiya kanalları açılacaq, Xəzər dənizi ilə Aralıq dənizi arasında yeni bir əlaqə yaranacaq, Ermənistan üçün yeni imkanlar yaradılacaq, o bildirib. Bugünkü reallıq, bugünkü gün ədalətin təntənəsidir, Prezident. Bugünkü reallıq, bugünkü gün o cümlədən ədalətin təntənəsidir. Referans xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə bildirib. Ədalətə inanmaq və onu təmin etmək lazım olduğunu söyləyən dövlət başçısı vurğulayıb. Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bugün gözəl həyat qururuq. Almaniya hərəkətə keçdi, müharibə başlayır. Avropada gərginlik artır. Almaniya hökuməti son aylarda vətəndaşlara fövqəladə hallara hazır olmağı tövsiyə edir. İlk yardım çantalarının hazırlanması, sığınacaq yerlərinin müəyyənləşdirilməsi, metro və muzeylərdə təhlükəsiz zonaların yaradılması kimi çağırışlar diqqət çəkib. Eyni zamanda Berlin ordusunu gücləndirmək istiqamətində sürətli addımlar atır. Bütün bu addımlar Almaniya Rusiya ilə müharibəyə hazırlaşırmı sualını gündəmə gətirib. Referans Az xəbər verir ki, məsələ ilə bağlı politoloq Samir Hümbətov Sfera Az açıqlamasında Almaniyanın narahatlığının səbəblərini şərh edib. Ekspertin sözlərinə görə Berlinin əsas problemi hazırda Rusiya kimi hərbi gücə qarşı dayana biləcək səviyyədə ordusunun olmamasıdır. Almaniyanın narahat olma səbəbi odur ki, onun əlində hazırda potensial ordu imkanları yoxdur. Burada söhbət sıradan bir ordudan yox, məhz Rusiyanın qarşısında dura biləcək gücdə hərbi qüvvədən gedir. Düzdür, Almaniyanın ordusu mövcuddur, lakin o, Rusiya ilə qarşıdurma apara biləcək səviyyədə deyil. Politoloq qeyd edib ki, Berlin hazırda bu çatışmazlığı aradan qaldırmaq üçün bir sıra hərbi layihələr həyata keçirir. Hazırda Almaniya hökuməti ordunu gücləndirmək istiqamətində geniş layihələr həyata keçirir. Məqsəd odur ki, gələcəkdə ölkəyə qarşı potensial təhdid yaranacağı təqdirdə Almaniya özünü müdafiə edə bilsin. İkinci Dünya müharibəsindən sonra faşist Almaniyasının məğlubiyyətindən dolayı ölkəyə ordu saxlanması və hərbi fəaliyyətlə bağlı ciddi məhdudiyyətlər qoyulmuşdu. Uzun illər bu məhdudiyyətlər nəticəsində Almaniyanın ordusu zəif vəziyyətdə qaldı. ABŞ-nin, xüsusilə də Donald Trump'ın prezidentliyi dövründə NATO ölkələrinin təhlükəsizliyi ilə bağlı suallar yaranmışdı. Almaniya görünür ki, bu vəziyyətdən də ehtiyat edir. Buna görə də Berlin Rusiya ilə açıq qarşıdurmaya girmək istəmir. Amma bu, qorxudan deyil, sadəcə zəif ordu ilə belə riskə getmək istəmir. Ekspert hesab edir ki, Almaniyanın hazırki addımları önləyici xarakter daşıyır və məqsəd Rusiyanın mümkün təhdidinə qarşı əvvəlcədən hazırlıqlı olmaqdır. Bugün Almaniyanın əsas siyasəti ordunu müəyyən səviyyəyə gətirmək, ehtimal edilə biləcək qarşıdurma halında ən azı özünü müdafiə edə bilməkdir. Berlin istəyir ki, Rusiya qarşısında çətin durumda qalmasın və ölkənin təhlükəsizliyini öz resursları ilə təmin edə bilsin. Hazırki şəraitdə Almaniyanın Rusiya ilə müharibəyə girməsi real görünmür, lakin təhlükəsizlik narahatlıqları ölkəni hərbi baxımdan daha çevik və müstəqil olmağa məcbur edir. Azərbaycanla sülh niyə indi mümkün oldu? Paşinyanın cavabı: İrəliləmək üçün heç bir maneə yoxdur. Referans Az xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan Paris Sülh Forumunun 8-ci iclası çərçivəsində keçirilən liderliyin kəsişməsində adlı müzakirədə deyib. Niyə iki ölkə arasında sülh indi mümkün olduğu sualına Paşinyan belə cavab verib. Regionun və dünyanın vəziyyətinin təhlilindən sonra anladıq ki, Ermənistan və Azərbaycan üçün bəzi ortaq maraqlar mövcuddur. 10 illiklər boyu davam edən düşmənçilikdən sonra başa düşmüşük ki, ümumi maraqlar naminə ortaq mövqelər tapmaq mümkündür. O əlavə edib ki, bu proseslər hər iki tərəfin suverenliyinin qorunmasına xidmət edir.